Mən həmişə yüngül, nude minimum makyaja üstünlük versəm də, nədənsə heç bir makyaj təmizləyici vasitə makyajımı ilk dəfədən silə bilmir. Gördüyünüz kimi üzümdə incə, nazik çəkilmiş liner, nude pomada, biraz da tuş rumyana highlighter, sculptor ten vurdum. Bəzilər kimi tonlarla makyaj vurmuram və adi vasitələr nədənsə bu makyajı silə bilmir. Son vaxtlar mənim diqqətimi çəkən məhsullardan biri də Belarus istehsalı Selfie Lab Zen seriyasıdır. Bu seriyanın əsas xüsusiyyəti isə tərkibindəki superfood matcha ekstraktıdır. Zen micellar losiyonu dərini sürtmədən suya davamlı makyajı belə zərif şəkildə ilk dəfədən təmizləyir. Dəridə quruluq, qıcıqlanma yaradır. Daha sonra Zen yuyucu gel köpüyü dərini dərin, amma yumşaq şəkildə təmizləyir. Tərkibindəki alantain, karbamid və jojoba yağı dərini nəmləndirməyə və sakitləşdirməyə kömək edir. Göz ətrafı nazolabial zona üçün nəzərdə tutulmuş Zen gel booster isə şişkinlik, yorğun görünüşlü qırışlarla çox yaxşı mübarizə aparır. Kofein və şabalıt ekstraktı sayəsində gözaltı nahiyyə daha tərəvətli görsənəcək. Əgər dəriniz yağlı və ya qarışıqdırsa, Zen tənzimləyici krem finish sizə uyğun ola bilər. O dərinin balansını qorumağa və artıq parıltının qarşısını almağa kömək edir. Məddəki kimi normal və quru dəri üçün isə Zen ekstra nəmləndirici krem nəzərdə tutulub. Şi və jojoba yağları dərinin qidalandırır, yumşaqlıq və rahatlıq hissi verir. Matcha ekstraktı isə güclü antioksidant mənbəyi kimi dərini bərpa edir, cavanlaşdırır. Qızartı, quruluq, iltihabla mübarizə aparır. Selfie Lab məhsulları bir marketdə Selfie Lab Cosmetics Official adı ilə tapa bilərsiniz. Daha ətraflı məlumat Selfie Lab ad səhifəsində.